Demək, Zariçka yazıb ki, Allah sizdən razı olsun, onkoloji xəstəyəm, dediklərinizin istifadə edirəm, çox faydasını görürəm, var olun. Siz inşallah dəqiqliklə eləyin mən deyənlər, siz tam sağalacaqsınız, onkoloji xəstəlikdən əsər-əlamət qalmayacaq. Nəinki onkoloji xəstəliyi, bütün xəstəliklər. Sonradan qazandığımız bütün xəstəliklər sağalır Allahın izni ilə. Sadəcə olaraq iradə ilə, bir şeyə yanaşın, səbrlə. Bitkilər elədir ki, bitkilər sıraca təsir eləmir. Yavaş-yavaş, yavaş-yavaş. Əlbəttə ki, əgər yad törəmələr varsa, yaranıbsa, ximioterapiya və immun sistemini qaldıraraq bitkilərlə elə bil mübarizə aparmaq lazımdır. Bax belə. Yəni bu pulla deyil. Neçə-neçə insanlar gördüm ki, vallahi ki, çox pulları var idi, imkanlı idilər. Getdilər Türkiyədə müalicə aldılar, İsraildə müalicə aldılar. Gəldilər burada dünyalarını dəyişdilər. Mən bilirdim ki, bu xəstəliyə mən nə canım yetəcək, nə də ki mənim pulum. Çünki pulum da yox idi. Mən ona görə də neş sistemini seçdim. Yad törəmələr yarandığı üçün, kütlə böyük olduğu üçün ximiyada vurdum, bütün vasitələrdən istifadə elədim. Yəni məhv elədim. İndi də sağlam həyat tərzimi yaşayıram və insanlara göstərirəm ki, sağalmağın yolu budur. Bax belə. Sadə və basit.